Salam, hər vaxtınız xeyir. Mən məntiq fənni üzrə təlimçi Simran Süleymanov. Bu gündən sizlərə aşkar operatorlar mövzusunu izah edəcəm. Həm dövlət qulluğunda, həm magistr imtahanlarında imtahan sualının imtahanda ən azından minimum bir sual düşəcək bir mövzudur. Dövlət qulluğunda hər dəfə düşən bir sualdır. Klassik mövzudur. Hər imtahanda bir sual olur. İlin bir imtahanında olar ki, düşməsin. 11 imtahanında düşəcək bir sualdır. Hər kateqoriya üzrə. B, B-də də, BA-da da, AC, bütün kateqoriyalarda düşəcək bir mövzudur. Sadəcə çətinlik səviyyəsi dəyişir. Magistrda isə ola bilər 2 sual düşsün. Çünki magistrın məntiq suallarının sayı çoxdur, 50 sualdır. Ola bilər 2 sual düşsün. Rahat mövzudur. Mən deyərdim ki, aşkar operatordan düşən test havayı bir baldır, tez həll olunur. Deməli, keçək mövzumuza. Aşkar operator nədir? Aşkar operator, operator özü nədir ümumilikdə? Operator işarədir. Baxın, burada göstərilən dairə bizim operatorumuzdur. Şimşək işarəsi bizim operatorumuzdur. Sonra üç bucaq bizim operatorumuzdur. Bunlar bizim operatordur. Operatorun bütün operatorlara, bütün aşkar operatorlara aid olan qızıl qayda. Sol sola bərabər olacaq. Sol bərabərdir sola. Sağ sağa bərabərdir. Sağ bərabərdir sağa. Eyni zamanda da bərabərliyin də solu sola bərabərdir, sağı sağa bərabərdir. Baxaq indi bir nömrəli testdəki ifadəyə. Bizə nə verilibdir? A operator B, işarəyə həmişə operator deyəcəyik. A operator B bərabərdir. Yəni bu ifadənin açılışı necədir? Bu operatorun açılışı. A kubu plus B. Bu AB harda yazılmışdı? Solda A yazılıb, sağda B. Məndən indi 3 ilə 7-ni istəyir. A solda yazılan ədəddir. Onun kubu, B sağda yazılan ədəddir. Onun üzərinə gəlirik. Yəni 3-ün kubu plus 7. 3-ün kubu 27. Üzərinə də 7 gəlirik. Cavabımız olur 34. Sol dedik. Sola bərabərdir. Sağda sağa. Buradan A bərabərdir. 3 alınır. B bərabərdir. 7 alınır. İfadənin operatorun solunda uzun bir ifadə yazıla bilər. Misal üçün 2A minus 1. Burada yazıla bilər operatorun sol tərəfində 2A minus 1. Biz bu ifadənin hamısını soldakı ədədə bərabərləşdiririk. 3-ü aparıb A-nın yerinə yazmırıq. Aşağıda o tip testlərdə izahını verəcəm. Bir də son dərəcə diqqətli olun. Hansı hərfin qiyməti nədir? Biz bir çox testlərdə birinci A-la işləyəcəyik. Yəni A-nın üzərinə gələcəyik. 4 A-dan çıxırıq, A-nı B-yə vururuq. Birinci A-nı görürük. Baxın, 90% testlərdə birinci A-dır. Göz öyrəşir. Tələbələr də çox vaxt, baxın, burada X yazılıbdır, solda olan X-dir. Göz öyrəşir birinci A-la işləməyə. Tələbələr də həyəcandan, imtahan stresindən gedir səhv cavab alır. Tim də o qədər peşəkar işləyir ki, tələbəni kəsmək üçün. Sizin səhv tapa biləcəyiniz bütün testlər, bütün variantlar cavab variantlarında olacaq. Hansı cavabı seçib ala bilərsiniz, ani bir toplama çıxma ilə səhv edib ala bilərsiniz, olan hamısı variantlarda olacaq. Son dərəcə diqqətli olmaq lazımdır. Deməli, sol sola bərabərdir, A 9 olur, sağ da sağa bərabərdir, B 3 olur. Tələbə gedir burada B kvadratı minus A-nın əvəzinə yazır 9-un kvadratı 81 minus 3. 78 cavabını da burada görür, qaralayır, 1 bal uçdu. 1 balı itirdi. Havayı 1 baldı bu, itirdi onu. Cavabımız 78 deyil amma. Çünki B-nin kvadratıdır bu. 3-ün kvadratı 9 minus A-nın özü. 9. Bizə də verir 0. Cavabımız olur A variantı. Sonra gəlirik 4 nömrəli testimizə. Riyaziyyatdan bizə məlumdur. Əməllərin ardıcıllığı. Birinci mötərizənin içi hesablanır. Sonra vurma, bölmə, növbəti toplama, çıxma. Məntiqdə də eyni bu qaydadır. Ancaq biz mötərizənin qarşısında olan ədədi mötərizəni açanda bir-bir vurub aça bilirik mötərizəni. Misal üçün belə bir ifadə verirlər bizə 3 A plus B.
Bunu mən açanda 3A plus 3B kimi aça bilirəm mötərizəni. Ancaq operatorlarda qəti şəkildə belə bir şey eləmirsiniz. Çünki burada verilən A plus B'dir, plus işarəsidir. Amma məndə operator yazsa, bir dənə operatorun açılışına fikir verin. Görün nə qədər qəliz bir açılışı var. Yəni toplama üçün qəliz bir açılışı var. A-nı B-yə vurur, sonra üzərinə 4 gəlir, kök çıxardır. Bu hara getdi çıxdı? Mən onu bu formada açsam düzgün cavab ala bilməyəcəm axı. Deməli, biz dedik ki, əməllərin ardıcıllığı mötərizənin içərisi vurma, bölmə, toplama, çıxma. Eyni qaydanı burada da işləyirik. Bu ifadənin qiyməti lazımdır. Nə edəcəyik? Baxırıq birinci 9 ilə 5-ə. Mötərizənin qiyməti həll olunub yerinə yazılmalıdır. 9 ilə 5-də hansı operatordur? 2 xətt olan not işarəsi. Gedirik birinci operatora. A 9 olur, B 5. A vur B. Yəni kök altında 9 vur 5, üstünə 4 gəlirik. Alınır kök altı 49. Kök altı 49-dan bizə 7 cavabı çıxır. Bunun üstündən xətt çəkdik, yazdıq 7-ni. Sonra mötərizənin sağında olan operator. Bu operatorun solunu biz 7 aldıq. Sağı isə 6-dır. Sol sola bərabərdir, sağ sağa bərabərdir. A 7, B isə 6 olur. A vurulsun B 42 minus 3A 21. A'nın qiyməti bilir ki 7-dir. Plus 4. 21 bizə də verir 25 qiymətini. Bu qədər. Sonra bir tık çətin səviyyəyə keçək. Misal üçün, baxırıq 19 nömrəli testdə. 4-ü vurur operatora, sonra 6 çıxır, bizə birlikdə qiymət yazılır. Operatorun açılışı deyil ha bu. 4 operatorun qiymətinə vurub, sonra 6 çıxanda alınan ədəddir bizə verilən açılış. Yenə operatorun solu sola, sağı sağa bərabərdir. A 15, B 3. A-nın B-nin qiymətlərini yerinə qoyuruq. 5 vurulsun 15 plus 3. 15 ilə 3 18, 5-ə də vurduq 90. Deməli bu ifadənin qiymətini aldıq biz 90. 4-ü operatora vururuq, çıxırıq 6, 90 alınır. Bizə operator lazımdır. Baxın bizə yenə 15 ilə 3-ün qiyməti lazımdır. Riyaziyyatdan məlumdur bizə. Məhsulu x-la, y-la, z-la, t-la əvəz edirik. Bura bir x yazsaq. Nə olur? 4x minus 6 bərabərdir 90. 4x bərabərdir. 6-nı sağa keçirdən kimi işarəsini dəyişir. Burada mənfidirsə, digər tərəfdə müsbət olur. Plus 6 olanda 96. 4x 96 olursa, x da bərabərdir 24-ə. Deməli, bizim cavabımız 24 olur. Gedib buradan da 96, 90, nə bilim, başqa bir qiymət çıxartmırsınız özünüzə. Bizə məhsulun qiyməti lazım, operatorun qiyməti lazım. Görün o neçədir ki, 4-ə vurub 6 çıxanda 90 alınır. Bir dənə də bu tipdən işləyək. 21 işləyək misal üçün. Yenə mən indi 12 ilə 6 lazımdır. A 12, B 6. Gələk sağ tərəfdə həll edək. 6-nı 12-yə vurduq, 72, 7-ni 6-ya vurduq, 42. Bunları topladıq, oldu 114. 114 böl 3, 114-ü 3-ə böldük, cavabımız oldu, deməli 38. Bu tərəfdə biz aldıq 38. Operatoru vur 3 plus 4 böl 2 bizə 38-i verir. Bizə operatorun qiyməti lazımdır. Yenə bura bir məhsul qoyduq. X-i 3-ə vurduq. 3x plus 4 böl 2 bərabərdir 38. Bir tərəfdə kəsir var, bir tərəfdə yoxdur. İmtahanda tələsməyin heç vaxt. Bir bal gəlsin, 10-15 saniyə itirməyincə baxmayaraq bir balı 100% garanti edin. Həyəcanlanarsınız, imtahan həyəcanından 38-i vurarsınız 3x plus 4-ə. Onun cavabını verəcək. 90% onun cavabını variantlarda verəcək. Belə olan kimi bir tərəfdə kəsir var, bir tərəfdə yoxdur. Tez xətt çəkib 1-i yazın burada. Gözünüzün qarşısında olsun hər şey. Çarpaz vururuq. 2-ni 38-ə, 1-i də 3x plus 4-ə. 3x plus 4 bərabərdir. 2-ni də 38-ə vuranda bizə verəcək 76. 3x-in üzərinə 4 gələndə 76 olur. Deməli, 3x özü 72-yə bərabərdir.
4'ü sağa atanda -4 olur. X da bərabərdir 24'e. Deməli bizim operatorun qiyməti 24. Sonra gəldik 24 nömrəli testimizə. Burada necə olacaqdı? Mənə deyir ki, operatorun solunda A böl 15'dir, sağda isə B böl 7'dir. Operatorun açılışında A'dan B'dən söhbət gedir. Mənə AB veribdi. Solda və operatorda olanlar A böl 15, B böl 7'dir axı. Biz nə demişdik başda? Sol sola bərabərdir, sağ sağa bərabərdir. A böl 15 bərabərdir 3'ə, B böl 7 bərabərdir 6'ya. A'nın 15'i böləndə 3 olur. A deməli neçə olacaq? A bərabərdir 45. B'ni də 7'yə böləndə 46 olur. Deməli B də bərabərdir 42'yə. A minus B 45 minus 42 bizə verir 3. Gətirib bu operatorun qiymətinin yerinə yazır, qiymətinə yazırıq 3. 15 vur operator değildi. 15, 5 vur operator değildi. 5 vurulsun 3 olacaktı. Bu da bize verir 15. Şey bu kadar. Sonra bir tane de 15'ten işleyək. Deməli 25'ten. Birinci mötərizənin qiymətini həll edirik, yazırıq yerinə. Sonra bu mötərizənin qiymətini həll edib yazırıq yerinə. Sonra kvadrat işləyirik. Baxaq. 18 ilə 3. 2A B minus 3. Sol sola bərabərdir. 2A bərabərdir 18 olarsa A bərabərdir 9. B minus 3 3'e bərabərdir. B minus 3 bərabərdir 3'e. B də bərabərdir 6'ya. B də 6 olur. A bölünsün B. Yəni 9 böl 3. 9'u 3'e böləndə bizə verəcək 1 tam onda 5. 9 böl 6. 9'u 6'ya böldük bizə verir 1 tam onda 5. 1 tam onda 5. Bunu yazdık. Sonra keçdik 24 ilə 9 işləməyə. Yenə bunlar da üçbucaq operatorudur. 2A 24 olarsa A 12 olacaq. B minus 3 9 olarsa B 12 olacaq. A böl B 12 böl 12 bizə verir 1. Bunun üstünə xətt çəkdik, yazdıq 1. İndi gəlirik kvadrat operatoruna. Diqqətli olun. A 1,5'e bərabərdir. 1,5. 2B 1'e bərabərdir. 2B 1'e bərabərdirsə B bərabərdir 2'də 1'e. Yəni 0,5'e. Burada yazırıq 0,5. A plus B böl 2. 1,5 plus 0,5 böl 2. Bu da bizə verəcək 1 qiymətini. Sonra bir dənə də 27 tipində işləyək. Keçək məhsullara. Deməli, x plus 7 y. Operatorun solunda tək x deyil. X plus 7'dir. Baxırıq indi 13 ilə 8'də üçbucaq operatorudur. Gedirik üçbucaq operatoruna. Sol sola bərabərdir. X plus 7 bərabərdir 13'e. X bizə verəcək 6. Y də 8'e bərabərdir. X'in kvadratı minus y. 36 minus 8 bizə verir 28. Yazdıq 28. Dairə operatorunun solunu 28 alırıq. Sağı isə 20'dir. X 28 olacaq. Y minus 3 20'ye bərabərdir. Y minus 3 bərabərdir 20. Y də bizə verəcək 23. Demək, burada oldu 23. X plus Y böl 3. 28 plus 23 böl 3. 51, 51'i də 3'e böldük, oldu 17. Sonra baxaq buradan 33 nömrəli testə. Bizə həmişə operatorun sağını solunu verirdi, bizə qiymət istəyirdi. 33'lü isə operatorun solunu verib, sağı məhculdur. Deyir, indi bu x-in qiyməti neçə olsa, operatorun qiyməti 8 olacaq. Təsəvvür edin ki, bu testə qədər biz işləyirdik. Misal üçün, məsəl çəkirəm sizə.
5 plus 2 bərabərdir sual. İndi isə bizə yazır. 5 plus sual bərabərdir 7. Bizden indi bu sualı soruşur. Yani burada sualın yerində x'in yerində nə olsa, nə operatorun qiyməti 8 olacaq. Mən sizə əvvəldə bildirmişdim sağ-sağa bərabərdir, sol-sola. Bu həm operatorun sağına aiddir, həm də bərabərliyin sağına aiddir. Deməli, 17A 68-ə bərabərdirsə, A 4 olacaq. 12B x-a bərabərdir. Bu qaydada saxlayacağıq. Bərabərdir x. B bərabərdir x böl 12 yazıb özünüzü çətinə salmayın. Gedin B'nin məhsulu, B'nin qiymətini bilmirik ki. Gedin o B'nin qiymətini olduğu kimi saxlayın. Bərabərliyin də dedik ki, sağı sağa bərabərdir. Deməli, 6A böl B 8 olmalıdır. 6 vur 4 böl B bərabərdir 8-ə. 6 və 4 24, 24 bölünsün B bizə 8 verir. Deməli, B neçə olacaq? B bərabərdir 3. Bizdən B-ni istəmir axı. Bizdən istəyir X-i. Bu B-nin qiymətini götürüb gəlib burada yerinə yazırıq. 12B X-a bərabər idi. Onda deməli X də bərabərdir 36-ya. Baxaq. X-in yerinə mən 36 yazsam. 36. 17A'nın 68 A4'tür. 13B'nin 36 B3'tür. 6'nı 4'e vurup 3'e bölsəm mənə 8'i verir. Sonra 40 nömrəli test. Yenə məhsuldur. 2x 66 y b'yə bərabərdir. Y bərabərdir b yazıb saxlayırıq. 2x'in 66'dırsa x olacaq 33, y də b'yə. 33 plus y-i bilmirəm. Y kubu bərabərdir 41'ə. Y kubu bərabərdir 8, y də bərabərdir 2. Y 2'ye bərabərdirsə gətirib yerinə yazıram. Y də b-nin özünə bərabərdir. B də deməli 2 olacaq. Yok, bu kadar. Sonra sonra mən sizə buradan izah eləyim. İndi operatorun içərisində operator verərsə necə olacaqdır? Vəziyyət necə olacaq? Deməli, 9 ilə 6-nı kvadrat operatorunda istəyir qiymətini. X 9, Y 6. X-in qiymətləri yerinə yazılmalı axı. 9, 6. Sağ sağa bərabərdir, sol sola. İndi mənə burada operatorun içərisində açılışda bir dənə də operator var. Qiymət tapılıb yerinə yazılmalıdır axı. Yazıram. X9, Y6. İndi bu 2 vurulsun X üçbucaq operatoru Y-dir. İndi yenə gəlib üçbucağın qiymətini tapası olacaq. 9, 6. Üçbucaqda da yenə 9, 6 yazırıq. X vur Y. 9 vur 6 minus 2, 54. Üçbucağın qiyməti oldu 54. Burada sildik yazdıq 54. 2-ni 54'e vurduq. 54 neydi? 52. Üzürlü sayın 52. 2'ni 54, 52'ye vurduk 104. Burada yazdık 104. 9 vurulsun daire aparatı değil. Daire aparatının kıymetini 104 aldık. 9'u 104'e vurduk. Cevabımız oldu 936. Deməli 9 ilə kvadrat operatoru 6'nın qiyməti bizə 936 verir. Bunun fərqli qaydalarına baxaq. Deməli qaydalar burada 119'da 72 ilə 5'i ulduz operatorunda istəyir. 2A'nın 72. A olacaq 36. B də 5'in özünə bərabərdir. A 3B. Açılışda qiymətləri yerinə yazılır axı. Dairə operatoru ulduzun açılışıdır. Apar yerinə yazırıq. Deməli, A 36, 3B'nin də 15. Dairə operatorunun solu 36'dır, sağı 15'dir. Mənə indi dairə operatorunun qiyməti lazımdır axı. Qiyməti tapanda nə edirdik? Sağ sağa, sol sola bərabərdir. A kvadratı 36 olarsa A olacaq 6.
B-də 15'e. A minus 2B. 6 minus 2B'nin də 30. Altdan da 30 çıxdıq, qaldı mənfi 24. Bu tipdən birinə də baxaq. Misal üçün 118'in özünə. 7 ilə 2. A 7, B 2. A kvadratı 49, B kvadratı 4. Dairenin solu 49'dur. Solda yazanda A'dır. Sol, sola bərabərdir. 49'a, sağ, sağa bərabərdir. 4'e. 2A minus 3B. 49'u 2'ye vurduk. 98 minus 3B. 3'ü de 4'e vurduk. 12. 98'den de 12 çıxdıq. Bizə verdi 86. Sonra geri qaydaq. Deməli, 64 tipində olan testə baxaq. Yenə bizdən x istəyir. Operatorun solu sola, sağı sağa bərabərdir. Mötərizənin qiymətini həll edib yerinə yazmalıyıq. Görək biz bu mötərizənin qiymətinə nə alırıq? A 3'dür, B x'dir. 4A 12 plus A vur B 3x. Bunu mən hesablaya bilirəm. Bilmirəm axı x-in qiymətini. Konkret bir qiymət çıxarda bilmirəm burada. Ona görə nə edirəm? Bütöv bu ifadəni götürüb 3x-in yerinə qoyuram. 3 operator x-in yerinə qoyuruq. 12 plus 3x. İndi keçirik 2'yə. Operatorun solu 12 plus 3x-dir. Sağda 2'dir. A olacaq 12 plus 3x. B'də 2. 4 vurulsun A. Yəni 4 vur 12 plus 3x. 4 vur 12 plus 3x. Plus. Bu plus. Sonra AB. 2 vurulsun 12 plus 2x. 2 vur 12 plus 3x. Qiymət nəyə bərabər olmalıdır? 144'e. Bərabərdir 144. 48 plus 12x plus 24 plus 6x bərabərdir 144. 48 ilə 24'ün 72, 12x-la 6x-ın da 18x. 18x plus 72 bərabərdir 144. 18x bərabərdir 72'yə. 72'ni sağa atanda mənfi 72 olacaq. X da bərabərdir 4'ə. Deməli, bizim x-in qiyməti olur 4. 65 də eyni tipdədir. Buranın qiymətini hesablayıb yerinə yazırıq. Sonra bu operatora nəzərən sol sola bərabər olacaq, sağ sağa bərabər olacaq. Eyni qaydada həll edəcəksiniz. Sonra keçək bu 58-59 tipində olan testlərə. Biz orta məktəbdən bilirik ki, x kvadratı plus y kvadratı minus 2xy bu bizə müxtəsər vurma düsturu verir. Yəni, fərqin kvadratı. X minus y'in kvadratı. Operatorun açılışı. Baxaq bu operatora indi. 9759 olur x, 9756 olur y. X-dan y-ə çıxmalıyıq. 9759-dan 9756-dan çıxırıq. 3, 3'ün də kvadratı 9. Bunların üstündən bir xət çəkək, çoxdur rəqəmlər, adam qorxulur. Sonra keçirik bu mötərizəyə. Yenə eyni operatordur. 7925'dən 7923'ü çıxırıq. 2 kvadratı da 4. Bunların üstündən bir xət çəkək, bunda rəqəmləri çoxdur. Bu operatorun solu 9, sağı 4. X 9'dur, Y 4'tür. 2 üstü X minus Y. 2 üstü 9 minus 4. Bu bize verecek. 2 üstü 5'i, 2 üstü 5 de bilirik ki 32 olur. Eyni qaydada 59-60'da işləyə bilərsiniz. Sonra baxaq 62 nömrəli testə. 62 nömrəli testə. Deməli, burada məhsul var. Mötərizənin qiymətini həll edib yazaq yerinə. Açılış yenə bizə x minus y-in mötərizə kvadratıdır. 471'dən 466'nı çıxırıq. 5 kvadratı da 25. Deməli, bura oldu 25. İndi x 25'ti, y də b-yə bərabərdir.
Y bərabərdir. B yazıb saxlayırıq. Y-in qiyməti məhsuldur hələ ki. Deməli, bura 25, bu da Y qalır elə. 4 üstü x minus y, yəni 25 minus y. 25 minus y bərabərdir 256-ya. 256 buradadır. Bizə indi 4 üstü neçə yazılsa 256 olar. 4-ün hansı qüvvəti bizə 256-nı verir? 4 üstü 4. Deməli, bu qüvvətdə yazılan ifadə bizə 4 verməlidir. 25 minus y bizə 4 olmalıdır ki, 4 üstü 4 yazım 256 olsun. Biz də buradan alırıq ki, y bərabərdir 21. 25-dən 21 çıxsam 4 olacaq. Y-in qiymətini tapdıq. Yazdıq burada yerinə. B də elə Y-in özünə bərabərdir. Deməli, B də bizə 21 ədədini verəcək. Sonra, bunlar hamısı eyni tipdə olan testlərdir. Çətin, qəliz, problemli bir testlər yoxdur. Sonra biraz əvvəllərə keçək. Əvvəllərdə fərqli iki dənə tiplər qalıbdır. Onları izah edeyim sizə. Deməli, 158-ə baxaq. Biz 158-ə qədər görürdük ki, operatorun qarşısında bir dənə həll üsulu var. Misal üçün 150-dir. Baxın, kvadratın bir dənə həll üsulu var. Elə 157-nin özündə. Üçbucağın bir dənə həll üsulu var. Amma burada iki dənə həll üsulu yazır. Niyə? Mənə şərt verir. Əgər A B-dən böyük olarsa, birinci şərt işləyin. A B-dən kiçik olarsa, ikinci şərt işləyin. Bu böyük kiçik işarəsini bir çox tələbə qarışdırır. Bu işarənin ağzı hansı tərəfədirsə, o böyük demək. Deməli, baxaq indi. Birinci mötərizənin qiyməti həll olmalıdır. A7, B4. Baxırıq ki, birinci şərt ödəyir. A B-dən böyükdür. 2A minus B. 2-ni 7-yə vurduq. 14, 4-ü də çıxdıq. 10. Deməli, 7 ilə 4-ün qiyməti oldu 10. İndi keçirik 5 ilə 10 işləməyə. 5 operator 10 işləməyə. A 5-dir, B 10-dur. Burada isə A kiçikdir, B şərt ödənilir. Çünki 5 10-dan kiçikdir. Biz burada gəlib işləyəcəyik. 2B minus A. 2B 20, 2-ni B-yə vuruq, 10-a vuruq. 20 minus A 5. 20-dən də 5 çıxdı, bizə də verdi cavab 15. Sonra baxaq bir dənə də 162-yə. Yenə eyni qayda. 11 ilə 4 işləyirik. 11, 4. A B-dən böyükdür. İkinci şərt. B-nin kvadratı minus A. B-nin kvadratından A-nı çıxarıq. Yəni 4-ün kvadratından 11-i çıxırıq. 16 minus 11 bizə verəcəkdir 5. Sonra 3 ilə 7-yə baxırıq. 3, 7. Bizə birinci şərt ödənilir. Çünki A B-dən kiçikdir. A kvadratı minus B yazırıq. A-nın kvadratı, yəni 3-ün kvadratı minus 7. 9 minus 7 bizə verir 2. Burada yazdıq 2. Bu operatorun solu 5, sağı da 2 oldu. Gedirik həmin operatora, yenə baxırıq. A5, B2. Hansı şərt ödənilir? A B-dən böyükdür. Yenə ikinci şərt ödənilir. B kvadratı minus A. 2-nin kvadratı 4 minus B, A 5. 4-dən də 5 çıxırıq, bizə verir mənfi 1. Bunlar da bu qaydada. Sonra var bir də 168, 169 tipində olanlar. Bu tipdə olanlar çox vaxt qəbula düşməyəcək. Minimum, maksimum. Minimum, maksimumlar ən çoxu düşür BA-da, AC-də. BA-ya, AC-yə hazırlaşan yoldaşlar diqqətlə dinləyin siz. Bunlar ən çox sizin qarşınıza çıxa bilər. Çıxacaq demirəm, çıxa bilər. Ən çox sizə düşə bilər bunlar. BB-yə ilə düşərik. Amma ilin ən çətin imtahanı olsa da, yəni bunlar gəlib BB-yə düşsə, BB-nin məntiqinə yaxın durmaq olmaz. Çətin ola bilər. Deməli, baxaq 168-ə misal üçün. Məndən nə istəyir? X-in maksimum qiyməti. Minimum, maksimum qiymət istəyirsə, deməli X-in bizdə, tənliyin bizdə birdən çox həlli var ki, ən böyüyünü istəyir. Onun balaca bir həlli də var ki, ən böyüyünü istəyir məndən. Baxaq. 12 ilə 5. 12, 5. Yerlərini səhv yazdım, üzürlü sayın. A 5-dir, B 12-dir.
Deməli, bizdə A kiçikdir B şərtini ödəyir. 5 12-dən kiçikdir. Yəni A kvadratı minus B-ni işləyirik. A-nın kvadratı 5-in kvadratı 25 minus 12. Bizə verəcək 13. Bunun üstündən bir xətt çəkdik, yazdıq 13. İndi baxırıq 13 və x-a. A 13-dür, B x-dir. Bizdən maksimum qiymət istəyirsə məntiqlə düşünək. Böyük qiymətini istəyir. Mən x-in 13-dən böyük şərtinə baxacağam. X-in 13-dən böyük olan şərti, yəni yenə birinci şərt. A kvadratı minus B. 13'ün kvadratı 169 minus B. Yani x beraberdir 21'e. X da burada olur 148. Y variantı. Gedib ikinci şərti işləsək, B'nin A'dan kiçik olduğunu və yaxud da A'nın B'dən böyük olduğu şərt işləsək, baxarıq ki, həqiqətən də X kiçik qiymət alır. Baxaq. A kvadratı 13'ün kvadratı. A 13 plus B'nin kvadratı beraberdir 21'e. B kvadratı beraberdir. Deməli 21-dən 13 çıxdıq 8-ə. B də bərabərdir kök 6 8. Kök 6 8 bizə hardasa 3-ə yaxın bir ədəd verir. 3 hara 148 hara. Deməli bizdən maksimum istəyirsə böyük olduğu şərti. 169-da isə minimum istəyir. 8 ilə 12-ni tapıb sonra x-in 8-12-nin qiymətindən kiçik olduğu şərtə baxacaqsınız. Çünki minimum istəyir, ən balacasını istəyir. Başqa da burada problemli sizə problem yaradacaq bir test tipi qalmadı. BB-lər üçün. AC-lər üçün bəli, tərs operator var, ikili, üçlü operatorlar var. Onların da izahını ayrılıqda video şəklində atacağım. Çətinliyiniz olarsa, bir probleminiz yaranarsa videonun açıqlamasına WhatsApp qrup linkini atacağım. Qrupa daxil olursunuz. Orada həftədə bir dəfə, həftədə iki dəfə də ola bilər. Seminar keçirirəm. Ödənişsizliyə tam təməmlansızdır. Girib suallarınızı da verə bilərsiniz. İzahlar da olunur. Bütün mövzuların ayrılıqda izahı düzdür. Çatdırdığım eləyirəm. Bir dərsə 2-3 mövzu, 4 mövzu birdən izah eləyirəm. Riyaziyyatı yaxşı olan üçün, bazası biraz baza olan üçün alına bilər. Oradan nəsə kömək ala bilər. Amma məntiqdə biraz problem yaşayan tələbə üçün o dərəcədə də təsirli olmayacaq, ona effekt olmayacaqdır həmin seminarın. Yaxşı olar ki, qrupa qoşulsun, sualları yalnız atsın, bacardığım qədər sualları cavablayıram qrupda. Əlimdən gəldiyi qədər, imkanım çatdığı qədər cavablayıram. Bu qədər. Gələn videolarda görüşmək ümidilə.